Hər vaxtınız xeyir. Elə bilin ki, bugün mən sizin coğrafiya müəlliminizəm. Gəlin birlikdə Avropanın iqliminin sirlərini açaq. Hazırsınız? Elə isə başladıq. Gəlin bu işə kiçik bir tapmaca ilə başlayaq. Belə bir sual. Londonla Moskva demək olar ki, eyni coğrafi enlikdədir. Bəs onda necə olur ki, Londonda qış Moskvadakı kimi sərt keçmir, əksinə xeyli mülayim olur? Bax, bu sualın cavabı əslində Avropa iqliminin bütün açarıdır. Yaxşı, bəs bu sualın cavabını necə tapacağıq? Bax, yol xəritəmiz budur. Əvvəlcə işin təməlindən, coğrafi enlikdən başlayacağıq. Sonra Atlantik okeanının möhtəşəm təsirinə baxacağıq. O istiliyin bütün qitəyə necə yayıldığını öyrənəcəyik. Və oradan da Avropanın rəngarəng iqlim tiplərinə, bunun bizim, yəni insanların həyatına təsirinə keçid alacağıq. Sonda isə biraz da gələcəyə boylanacağıq. Deməli, hər şeyin başlanğıcı coğrafiyadır, elə deyilmi? Bir yerin iqlimini anlamaq üçün ilk növbədə onun qlobusda, xəritədə harada yerləşdiyinə baxmalıyıq. Yəni, onun coğrafi enliyi hər şeydən vacibdir. Avropanın bəxti onda gətirib ki, onun böyük bir hissəsi mülayim qurşaqda yerləşir. Bu nə deməkdir? Bu deməkdir ki, burada nə ekvatordakı kimi həmişə yaydır, nə də qütblərdəki kimi daimi qış. Yox, burada 4 fəslin hər biri, o gözəl yaz, isti yay, rəngarəng payız və soyuq qış özünü tam aydınlığı ilə göstərir. Yaxşı, amma bizim o London-Moskva məsələsi var ha. Onun cavabı təkcə enlikdə deyil. Əsl sirri tapmaq üçün üzümüzü qərbə, Avropanın sahillərini yuyan o nəhəng, o qüdrətli Atlantik okeanına çevirməliyik. Və söhbət məhz Şimali Atlantika cərəyanından gedir. Təsəvvür edin, bu sadəcə bir su axını deyil. Bu, sanki bütün Qərbi Avropa üçün işləyən nəhəng bir isti su batareyasıdır. Meksika körfəzindən gələn isti suyu birbaşa Avropanın qapısının ağzına gətirir və bütün iqlimi sözün əsl mənasında dəyişdirir. Bəs bu batareyanın təsirləri nədir? Möhtəşəmdir. Birincisi, havanı xüsusilə də qış aylarında əməlli başlı isidir. İkincisi, okeandan buxarlanmanı artırır və havanı rütubətlə, nəmliklə doldurur. Nəticədə Avropanın qışı eyni enlikdə yerləşən, məsələn Kanadanın və ya Sibirin qışından qat-qat mülayim keçir. Yaxşı, bəs okeanın bu istiliyi, bu nəmliyi ancaq sahildə qalıb, qitənin içərilərinə təsir etmir? Əlbəttə ki, edir. Gəlin indi baxaq, bu okean təsiri materikin dərinliklərinə necə çatır? Mexanizm çox sadədir, 3 addımdan ibarətdir. Baxın, birincisi, daima qərbdən əsən küləklər okeanın üstündən keçərkən o istiliyi və nəmliyi özü ilə götürür. İkincisi, bu rütubətli hava kütlələri şərqə doğru, yəni Avropanın üzərinə doğru hərəkət edir. Və nəhayət üçüncüsü, Avropanın sahilləri o qədər girintili çıxıntılıdır ki, körfəzlər, dənizlər bu nəmli hava asanlıqla qitənin içərilərinə qədər soxula bilir. Bax, bütün bu amillər, yəni günəşin mövqeyi, okeanın nəfəsi və küləklərin hərəkəti bir araya gələndə ortaya möhtəşəm bir şey çıxır. Avropa boyunca rəngarəng iqlimlərdən ibarət bir mozaika. Və burada bizim üçün açar bir kəlmə var. Kontinentallıq. Nə deməkdir bu? Çox sadə. Okeandan uzaqlaşdıqca, şərqə doğru getdikcə, okeanın o mülayimləşdirici təsiri zəifləyir. Hava quruyur, yaylar daha da qızmar, qışlar isə daha da sərt olur. Və budur. Bizim London-Moskva tapmacamızın cavabı da məhz budur. Gəlin birbaşa rəqəmlərlə danışaq. Cədvələ baxın, fərq göz qabağındadır. Yanvar ayında Londonda hava müsbət 5 dərəcə olduğu halda, Moskvada asanlıqla -10-a, hətta daha aşağı düşə bilir. Londonda yağıntı il boyu demək olar ki, bərabər paylanır, amma Moskvada yağıntının çoxu yay aylarında düşür. Bu cədvəl sadəcə okeanın və qurunun iqlim üzərindəki o kəskin təsirini mükəmməl şəkildə göstərir. Beləliklə, gəlin ümumiləşdirək. Avropada deyə bilərik ki, 4 əsas iqlim tipi formalaşıb. Qərbdə mülayim, rütubətli dəniz iqlimi, şərqə doğru getdikcə temperatur fərqlərinin kəskinləşdiyi kontinental iqlim, cənubda o məşhur isti, quru yayları ilə Aralıq dənizi iqlimi və təbii ki, lap şimalda çox soyuq qışları olan subarktik və arktik iqlim. Hər biri də özünə məxsus bir həyat tərzi deməkdir.
Əlbəttə ki, iqlim dediyimiz şey təkcə termometrdəki rəqəmlər deyil. O, bizim nə yeyəcəyimizdən tutmuş, tətil üçün hara gedəcəyimizə qədər həyatımızın hər anına təsir edir. Gəlin görək necə. Baxın, mənzərə çox aydındır, elə deyilmi? Aralıq dənizinin isti, quru yayları zeytun, üzüm, sitrus meyvələri üçün sanki yaradılıb. Kontinental bölgələrin münbit torpaqları isə taxıl və şəkər çoğundurun anbarıdır. Qərbin daha rütubətli, mülayim iqlimi isə heyvandarlıq və süd məhsulları üçün əladır. Hətta lap şimalda belə iqlimə uyğun olaraq maralçılıq kimi unikal bir sahə inkişaf edib. Və turizm bu tamamilə başqa bir aləmdir. Təsəvvür edirsiniz? Təkcə Fransa, İspaniya və İtaliya kimi ölkələrə hər il 50 milyondan çox insan məhz o xoş Aralıq dənizi iqliminə görə səyahət edir. Bu rəqəm öz-özlüyündə iqlimin nə qədər böyük bir iqtisadi güc olduğunu sübut edir. Beləliklə, Avropa iqliminin əsas mexanizmlərini deyəsən anladıq. İndi gəlin öyrəndiklərimizi bir yerə yığaq və gələcəyə dair o vacib sualı verək. Görəsən, bu həssas tarazlıq dəyişə bilərmi? Deməli, yekun olaraq nə deyə bilərik? Avropanın iqlimi əslində mükəmməl bir tarazlıq sistemidir. Coğrafi enlik, yəni günəş, səhnəni qurur, 4 fəsli yaradır. Atlantik okeanı və onun isti cəryanı səhnəyə istilik və nəmlik gətirir. Qərb küləkləri isə bu nemətləri bütün qitəyə paylayan aktyorlardır. Və bu da bizi son, amma bəlkə də ən vacib sualımıza gətirib çıxarır. Yaxşı, bəs qlobal istiləşmə, iqlim dəyişikliyi Atlantik okeandakı bu nəhəng isti su radiatorunun gücünü azaltsa ya da hətta söndürsə, onda nə olar? Avropanın iqliminin gələcəyi necə dəyişər? Bax, bu üzərində çox ciddi düşünməli olduğumuz bir sualdır.